Yetkinlik yaşına çatmayanlar, ailə münasibətləri əleyhinə olan hüquq pozmalar və onların profilaktikası mövzusunda maarifləndirici tədbir keçirilib. Naxçıvan şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova çıxış edərək tədbirin əsas məqsədi və əhəmiyyətindən bəhs edib. Bildirib ki, yetkinlik yaşına çatmayanlar və ailə münasibətləri əleyhinə olan hüquq pozmalar, onların profilaktikası istiqamətində tədbirlərin keçirilməsi aktual məsələdir. Naxçıvan Muxtar Respublikası Prokurorluğunun şöbə rəisi, baş ədliyyə müşaviri Faiq Səfərov çıxış edərək yetkinlik yaşına çatmayanların hüquq pozuntularının qarşısını almaq, bu pozuntuların yaranmasına imkan verən səbəb və halları aradan qaldırmağın yollarından danışıb. Bildirib ki, yetkinlik yaşına çatmayan şəxsləri nikaha daxil olmağa məcbur etmə hallarının qarşısının alınmasında maariflənmənin mühüm rolu var. Faiq Səfərov həmçinin sosial şəbəkələrdən yanlış istifadənin təhlükələrə yol açdığını bildirib, yetkinlik yaşına çatmayanların tərbiyəsində valideyn və cəmiyyətin birgə rolunun böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı Samiq Məmmədov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Firuzə Hüseynova, Səhiyyə Nazirliyinin əməkdaşı Nigar Səfərova, Naxçıvan Dövlət Universitetinin əməkdaşı Nuranə Səlimova çıxış ediblər. Tədbir iştirakçıları mövzu ilə bağlı suallar səsləndirib, fikirlərini bölüşüblər. Hafizə Əliyeva, Namiq Abbasov, NTV Xəbər.